Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə 9 illik test opsisi 2025-ci il nəşrində yer alan sel mətninin izahını paylaşıram. İzaha keçmədən öncə dərslərimiz haqqında məlumat vermək istəyirəm. Dərslərimiz həm Azərbaycan dili, həm də ədəbiyyat fənləri üzrə keçirilir. Dərslərimiz haqqında daha ətraflı və geniş məlumat almaq istəyirsinizsə 051 959 07 68 nömrəsi ilə əlaqə yarada bilərsiniz. İndi isə keçək mətnimizin, yəni sualların izahına. Mən vaxt yetməsin deyə mətni oxumuşam və siz də mətni təbii ki, oxuduqdan sonra sualların izahına baxa bilərsiniz. 111-də qeyd olunur ki, mətndə əvvəlində rəqəm yazılmış hansı cümlələrdə bütün sözlər həqiqi mənada işlənmişdir. Demək, bizdən həqiqi mənada olanları istəyir. Gəlin bir-bir baxaq. Birdə qeyd olunur ki, dağların zirvəsində dolaşan qara buludlar sıxlaşıb ətəyini sallamışdı. Baxın, ətək biz bilirik ki, çox mənalı sözdür. Yəni, məcazi mənada işlənibdir və məcazi mənada işlənirsə, deməli, çox mənalıdır. Ona görə biz biri götürməyəcəyik. Çünki bizdən həqiqi mənada olanları istəyirdi. 2-də deyir ki, Adil o başdan kəndin ətəyindəki. Baxın, burada da ətək sözü məcazi mənada işlənibdir. Yəni, həqiqi mənada deyildi. 2-ni də götürürəm. 3-ə baxırıq. Gübrənin üstündə oturan iki qız arabanın yan tərəfindən yapışmışdı. Bunlarda, bu sözlərdə, daha doğrusu cümlədə bütün sözlər həqiqi mənada işlənibdir. Yəni, burada məcazi mənada işlənən bir şey yoxdur. Ona görə 3-ü götürəcəm. Öküzlər hürküb yerlərində vurnuxmağa başlamışlar. Bəli, öküzlər hürkə bilər və yerlərində də vurnuxa bilərlər. Bu, yəni həqiqi mənada işlənibdir. 5-də nədir? Heyvanları belə görən qızlardan biri özünü itirmədi. Özünü itirmək və yaxud da itirməmək bu məcazi mənada işlənən bir şeydir. İnsan nəyinisə itirə bilər? Qələmini itirə bilər, çantasını itirə bilər və yaxud da başqa bir şeyi. Amma insan özünü necə itirsin? Ona görə bu məcazi mənada olduğuna görə bizdən də həqiqini istəyirdi. Ona görə sualımızın düzgün cavabı 3, 4 olacaq. B variantı. 112. Mətndə qarşısında deməli belə deyək də üçbucaq işarəsinin yerinə uyğun olmayan fikirləri müəyyən edin. Üçbucağı tapaq buradan. Baxın buradadır. Bu hissə ilə, yəni Adil o başdan kəndin ətəyindəki yolda dayanıb minik gözləyirdi. Birazdan çayın çiskin içindən çıxan bir motosiklet Adilin yanında dayandı. Bu hissə ilə onlar sözü ilə başlayan cümlə arasında belə deyək də işlənə bilən bizdən fikirləri istəyir, doğru fikirləri. Baxın, deyir, yerinə uyğun olmayan fikirlər. Adil onu gözləyirmiş kimi tez motosikletçinin tərkinə mindi. Bəli, bu ola bilər, çünki Adil minir də motosikletə. 2-də deyir ki, o motosikletçini uzaqdan aydın görürdü. Yuxarıda qeyd olunmuşdu ki, hava çiskin idi. Adil motosikleti əgər bir hava dumanlıdırsa necə görə bilər? Yəni düzgün çıxmırdı. Deyir aydın görürdü. Yanlışdır. 2 yanlış. Motosikletçi onu oturmağa təklif etdi. Bəli, motosikletçi onu oturmağa təklif edə bilər və Adil də motosikletə minib yəni yol ala bilərlər. Bu ola bilər. 3 düzdür. Motosikletçi dayanmayıb sürətlə onun yanından ötdü. Əgər belə bir şey baş verdisə, Adil motosikletə necə oldu mindi? Məntiqsiz çıxır. O motosikletçiyə sağ ol deyib çay aşağı getməyə başladı. Motosikletçi niyə sağ ol desin ki? Minir gedir də. Yəni demir ki, sağ ol, mən minmirəm. Belə bir şey demir ki. Ona görə sualın düzgün cavabı 2, 4, 5 B variantı olacaq. Keçdik 113-cü suala. Mətndə tünqarı hərflərlə verilmiş sözün kontekstdəki mənasına uyğun ifadənin işləndiyi cümləni müəyyən edin. Burada işlənmiş deməli söz yataq sözüdür. Qupquru olan çayın yatağı. Yataq sözü, yəni çuxur. Hər hansı çayın, belə deyək də, gəldiyi yerdə yaratdığı çuxur. Axdığı yerdə yaratdığı çuxur, onun yatağı hesab olunur da. Deməli, bizdə çuxur olan cümləyə baxacağıq. Baxın C variantına deyir, daimi axar suların açdığı çuxur boyunca meşələr yayılmışdı. Ən doğru variant budur, ona görə C variantı. 114. Mətnin məzmunu ilə bağlı doğru fikirləri müəyyən edin. Çayda su az olduğu üçün qızlar oradan keçməyə qərar verdilər. Mətni oxuyanda biz görürük ki, çayda su az deyil idi, ümumiyyətlə yox idi. Çay necə idi? Qupquru idi. Burada deyir ki, az olduğu üçün, az deyil, daha qupquru idi. Bizdən doğru fikirlər istəyir deyə biri götürmürük. Qızların arabası çaylağa motosikletdən qabaq inir. Bəli, biz görürük ki, qızların arabası eynir və onlar yuxarıdan görürlər ki, qızlar, yəni arabası çaylağa inir. 2 düzdür. Sel motosikletçini çaylağın ortasında haqlayır. Xeyr, sel motosikletçini heç bir şey eləmir. Ona görə bu 3 səhvdir. Adil arabadan yapışmaqla seldən xilas olur. Xeyr, arabadan yapışmır. Oradakı daşlardan səhv eləmirəmsə yapışmalı. Gəlin onu da göstərək. Deyir, nəhayət ki, qayadan çaya doğru əyilmiş söyüdün budaqlarından tutmağa müvəffəq oldu. Demək, söyüdün budaqlarından tutubdu. Yəni, burada qeyd olunur ki, Adil arabadan yapışır. Xeyr, arabadan yapışmır.
Bu da səhvdir. Öküzlər onları sahilə yönəldən qıza tabe olurlar. Bəli. 2-5 sualımızın düzgün cavabı olacaq C variantı. Qoyun onu da göstərim. Baxın, burada qızlar deyir, ayağa qalxır, əlindəki çubuqla öküzləri sahilə doğru yönəltməyə çalışdı. Heyvanlar deyəsən onu anlamışlar. Var gücləri ilə arabanı sahilə çəkməyə başladılar. Baxın, ona görə öküzləri onları sahilə yönəldən qıza tabe olurlar. Bəli, bu fikir doğru olduğu üçün 2-5 sualımızın düzgün cavabı C olacaq. 115. Mətnin plan ardıcıllığını müəyyən edin. Baxaq görək. Baxın, birincisi Adil yola çıxır. 3 birinci olur. Daha sonra gözlənilməz fəlakət baş verir. Heyvanlar başlayır anlayış göstərməyə, yəni qızlara kömək edirlər. Axırda sahildən əlavə köməyin gəlməsi, bu hadisə baş verir və nəhayət də Adilin nigarançılıqdan qurtulması, yəni qızların yaxşı olmasını eşitməsi hissəsi gəlir. Ona görə də sualın düzgün cavabı 3, 1, 2, 4, 5 cavab C variantı. 116-ya baxırıq. Mətnə əsasən cədvəli tamamlayan fikirləri müəyyən edin. Səbəb və nəticə. Burada nəticə hissəsi verilib, səbəb yoxdur. Bu hissədə isə səbəb verilib, nəticə yoxdur. Gəlin baxaq. Öküzlər hürkürlər, düzdürmü? Öküzlər niyə hürkürlər? Səbəbi nə idi? Təbii ki, çayda daşqın baş verir. Ona görə onlar hürkməyə başlayırlar və sahil daşları sürüşkən olduğu üçün sahilə çıxmaq olduqca çətinləşir. Ona görə sualın düzgün cavabı deyildi. O bilər uyğun gəlmir. Öküzlər hürkürlər çünki günəş batmağa başlamışdı. Xeyr. Və yaxud da sahil daşları sürüşkən idi. Adi qızları kömək etməyə çalışır. Xeyr. Yəni çətinlik, biz mətni oxuyanda görürük ki, sahil daşları sürüşkən olduğu üçün çətinlik yaranmağa başlayır. Ona görə deməli, sualımızın düzgün cavabı elə D variantı olacaq. 117-yə baxırıq. 3-cü abzasdan hansı sözlə başlayan cümlə çıxarılsa, mətndə məzmun ardıcılığı pozulmaz. 3-cü abzasdan bizdən istəyir. Deməli, bizdə 3-cü abzas budur. Bu hissə ilə başlayır. Yəni, buradan bura qədər. Deyir, hansı cümlə çıxarılsa, məntiqi əlaqə pozulmaz. Baxın, öküzlər hürküb yerində vurduqmağa başlamışlar. Heyvanları belə görən qızlardan biri özünü itirmədə ayağa qalxaraq əlindəki çubuqla öküzləri sahilə doğru yönəltməyə çalışdı. Heyvanlar deyəsən onu anlamışlar. Var gücləri ilə arabanı sahilə çəkməyə başladılar. Qız bayaqki yerində oturmağa çalışdı. Birdən selin növbəti dalğası qızı yarpaq kimi arabadan qopardı. Qız bayaqkidir yerində oturmağa çalışdı. Əgər sel baş veribsə, bu niyə arabada oturmağa qız cəhd göstərsin ki? Biraz məntiqsiz çıxır da. Yəni qız sözü ilə başlayan cümlə çıxarılsa, məntiqi əlaqə pozulmaz. Məzmun ardıcılığı pozulmaz. Bəli, qızla başlayan sualımızın düzgün cavabı D variantı olacaq. 118. Mətndə nöqtələrin yerinə uyğun olan fikri müəyyən edin. Nöqtələrin yerinə deyir, axır ki, yəni Adil onları kömək eləmək istəyir və axır ki, mətn oxuyanda görür ki, o məqsədinə nə edir? Məqsədinə çatır. Yəni, bir qərara gəldi, söhbət ola bilməz, fikrindən daşındı, çaya tullandı və yaxud da kömək çağırdı, belə bir şey yox idi. Yəni, məqsədinə çatdı, ən doğru variant cavab olacaq. Deyir, ikinci abzasda 119-a baxırıq. İkinci abzasdakı hansı cümlə giriş hissəsinə artırılsa, mətnin hissələri arasında əlaqə bərpa olunar, fikrinizi əsaslandırın. Baxın, ikinci abzasda biz oxuyanda burada bir dənə cümlə görürük. Günəş buludların arxasında görünməz olmuşdu. Baxın, burada başqa bir şeylərdən danışır. Sonra deyir ki, günəş buludların arxasında görünməz olmuşdu. Bu isə, bu günəşlə bağlı, günəş buludların arxasında görünməz olmuşdu cümləsi, bu birinci hissəyə artırılsa daha uyğun olar. Niyə? Çünki artıq burada nədən danışır? Dağların zirvəsində dolaşan qara buludlar sıxlaşıb ətəyini sallamışdı. Havadan yağış qoxusu gəlirdi. Günəş buludların arxasında görünməz olmuşdu. Artıq burada havanın durumundan danışır da, havanın vəziyyətindən. Ona görə də bu hissə birinci hissəyə, yəni qabağında bir qoyulmuş, birinci abzasa yazılsa, məntiqi ardıcıllıq bərpa olmuş olacaq. Çünki orada havadan danışılır, havadan yağışlı olması, artıq buludların, qara buludların, belə deyək də, günəşin günəş buludların arxasında görünməz olmasından və qara buludların səmanı almasından bəhs etdiyi üçün ən doğru variant bu olacaq. Bunu qeyd etdik. Gəldik 120-ci suala. Mətnə əsasən klasteri tamamlayın. Adil ilə bağlı klasteri götürəcəyik, tamamlayacağıq. Adil cəsarətli idi, bəli. Daha sonra yaza bilərik ki, fədakar idi. Sonra mərhəmətlidir, yaza bilərik. Mərhəmətlidir. Sonra çevikdir. Və yaxud da yaza bilərik, cəlddir. Və düşüncəlidir. Bunları da yaza bilərik.
düşüncəlidir və s. Deməli, bunlar yaza bilərik, adi ilə bağlı klasterləri tamamlaya bilərik. Belə, bu da bizim sil mətninin izahı idi. İnşallah ki, izahım aydın olmuşdur. Növbəti izahlarda görüşmək ümidi ilə sağ olun, salamat qalın.